Bu görüntü Şuşanın ən tanınmış dini memarlıq abidələrindən biri olan Yuxarı Gövhər Ağa Məscididir. Bu məscid təkcə dini ibadət yeri deyil, həm də Şuşa şəhərinin mədəni simvollarından biri kimi tanınıb. Lakin uzun illər bu müqəddəs məkan susqunluğa büründü. 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Yuxarı Gövhər Ağa Məscidi də digər abidələr kimi ciddi şəkildə zərər gördü. Məscidin daxili təhqir olundu. İstifadəsiz və baxımsız vəziyyətdə saxlanıldı. Hətta sonralar onun güya Fars məscidi kimi təqdim edilməsi abidənin kimliyini silmək cəhdi idi. Amma tarix və haqq gec-tez öz yerini tapır. 2020-ci ildə Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Yuxarı Gövhər Ağa Məscidində bərpa və konversasiya işlərinə başlanıldı. Azərbaycan mütəxəssisləri tərəfindən aparılan bu işlər nəticəsində məscid öz əvvəlki memarlıq xüsusiyyətlərinə sadiq qalınaraq yenidən bərpa olundu. Və illər sonra nəhayət azanın səsi bu müqəddəs məkandan bir daha eşidildi. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Eşhedü en la Memarı dövrünün tanınmış sənətkarı Kərbəlayı Səfixan Qarabaği olub. Onun dəsti xətti bu məscidin memarlığında da aydın hiss olunur. Məscid 2 minarəli, 3 güşəli tağlı, simmetrik planlı şəkildə inşa edilib. Divarları yerli ağ daşdan hörülüb. İçərisindəki naxışlar və yazılar isə Qarabağ memarlığının incəliyini əks etdirir. Hazırda məscidin daxilində həm ibadət üçün şərait yaradılıb, həm də mədəni tədbirlər üçün mühit formalaşdırılıb. Məscid 19-cu əsrin ortalarında 1883-cü ildə tamamlanıb. Tikintisinə isə hələ 1768-ci ildə Qarabağ xanı Pənahəli xanın qızı Gövhər Ağa tərəfindən başlanılıb. Məscidin interyeri öz əvvəlki görkəminə uyğun şəkildə restavrasiya olunub. Digər bəzəkləri, mehrab və tağlı keçidlər Qarabağ Memarlıq Məktəbinin klassik üslubunu özündə daşıyır. İçəridə həmçinin görkəmli Qarabağ ziyalısı, maarifçi və rəssam Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş xüsusi sərgi fəaliyyət göstərir. Bu sərgidə onun həyat və yaradıcılığına dair materiallar, əl yazmalar və nadir sənədlər nümayiş olunur. Nəvvab Qarabaği Qarabağda elmin, incəsənətin və maarifçiliyin inkişafına böyük töhfə verən şəxsiyyətlərdən biri olur. Məscidin daxilində bir başqa diqqət çəkən detal isə divarlarda və xüsusi güşələrdə nümayiş etdirilən əllə çəkilmiş təsvirlər və rəsmlərdir. Bugün Yuxarı Gövhər Ağa Məscidi bir daha əvvəlki funksiyasını icra edir. Həm ibadət yeri, həm mədəni irs nümunəsi, həm də qürur rəmzi kimi Şuşada yenidən ucalır. Bu məkan təkcə bərpa olunmuyor, o xilas edilib. Azın səsi, dualar və qonaqların ayaq səsləri bu abidəyə yenidən həyat verir.